Salam, hər vaxtınız xeyir. Yeni məhsulumuz haqqında sizə məlumat təqdim etmək istəyirəm. Məlumat nədən ibarətdir? Sizin işçilər hər dəfə kompüter arxasında oturmağa ehtiyac qalmır. İstənilən məhsulun barkodunu mobil telefon vasitəsilə məlumatı birbaşa printerə göndərə bilir. Həm vaxt qənaət edir, həm əllə heç bir məhsul yazılmır. Birbaşa bazadan məhsulu mobil telefon özündə saxlayır. 2 saatdan bir məlumatlar yenilənir. Oradakı məhsulları, istənilən məhsul, silinən məhsul, artırılan məhsul siyahıda qeyd olunur və birbaşa mobil telefon vasitəsilə barkod printerə çap edə bilir. Barkod printerə əvvəlcədən vərəq təyin olunur. Misal üçün 40-ın 20-yə, 30-un 50-yə, 80-in 60-a və s. Hal-hazırda bizdə barkodda olan vərəqin ölçüsü 40-ın 20-yə və istifadə qaydası da çox rahatdır. İşçi öz mobil telefonunla, istənilən mobil telefonunla daxil ola bilər, istənilən ərazidə olaraq sadəcə mobil telefonda internetin olmağı kifayət edər. Və sizin birbaşa bazanıza qoşularaq oradakı məhsulları proqram çəkib siyahıda göstərir və daxil olub istənilən məhsulu seçib barkod printerə çap edə bilər. Nümunə üçün mən sizə bir məhsul göstərim. Misal üçün yazırıq tava. Axtarış edirik. Siyahımız gəldi. Burada bütün tavaya aid olan bütün məhsullar əks olundu. İstənilən bir məhsulu seçdik. Barkodun sayını yazdıq. Misal üçün bu tavadan bizə 4 ədəd ehtiyacdır, 4 yazaraq və barkodda siz, yaxından göstərim sizə, barkodda məhsulun adı, barkodun özü və məhsulun qiyməti əks olunur. Və görürük ki, bizə 4 ədəd çap olunacaq, 4 ədəd və çap düyməsini vururuq. Burada ölçülər qeyd olunacaq, hal-hazırda 40-ın 20-yə qeyd olunub. Buradan ölçünü də dəyişə bilərsiniz və kifayətdir, çap düyməsini vurasınız. 4 ədəd barkodumuz çap olundu. Misal üçün, siz yoxsuz işdə, işçi barkod çap eləmək istəyir, hər dəfə kompüterin yanına yaxınlaşmalıdır, orada məhsulu tapıb yenidən çap eləməlidir. Bunlara ehtiyac olmadığı üçün mobil telefona tətbiq yüklənir və misal üçün başqa bir məhsul yazaq, axtarış verək. Bəli, bir dənə məhsul tapdı. Bunun adı qeyd olunub tefal. Elə gəlin tefali yazaq. Tefal. Axtarış etdik. Bütün tefallar əks olunur. Bu barkoddan bizə 6 ədəd lazım ola bilər. Misal üçün, daxil olduq. Barkodun sayını yazırıq. Qeyd edirik ki, bizə hal-hazırda 6 ədəd lazımdır. 6 ədəd. Məhsulun adı qeyd olunub. TB28. Barkodu əks olunub və qiyməti əks olunub. 7 manat. Və sadəcə çap düyməsini işçi kompüterin yanına yaxınlaşmadan çap düyməsini vurur və biz 6 ədəd qeyd elədiyimiz üçün 6 ədəd barkod çap olunur. Və yaxud da ki, siz istənilən vaxtı məhsulun qiymətini dəyişəndə, hal-hazırda misal üçün bu məhsul 7 manatdır. Qiyməti dəyişirsiniz. Gündəlik qiymət dəyişən kimi yeniləmələr həmin tətbiqdə əks olunur və işçi hər dəfə girib onu özü dəyişmir. İşçi sadəcə bura məhsulun adını yazır, axtarış edir.
məhsulu seçir, barkodun sayını yazır, misal üçün 2 ədəd və burada yenidən əks olundu, məhsulun adı qeyd olundu, məbləği qeyd olundu və barkodu qeyd olundu. Sadəcə çap düyməsini vuraraq həmin barkodu printerə göndərir. 2 ədəd və işçinin işini asanlaşdırır. Elə birbaşa mağazada olan zaman, mağazanın özündə olan zaman məhsulları yaxınlaşır məhsula, məhsulun adını seçir, kompüterin yanına yaxınlaşmır, vaxtı çox getmir, məhsulun yanında olaraq çap edir və birbaşa çap olunmuş barkodları məhsulların üzərinə yapışdırır. Mobil nömrəmiz də qeyd olunacaq. Ehtiyac olarsa, suallarınız olarsa müraciət edə bilərsiniz. İstənilən bazaya həmin bu tətbiq yüklənir. İstənilən formada yığılır. Hal-hazırda gördüyünüz formadadır. Əlavə sualınız olsa, mobil nömrəmizdən əlaqə saxlayıb öz suallarınızı təqdim edə bilərsiniz. Buyurun, təşəkkür edirəm diqqətiniz üçün, çox sağ olun.